Adətən bizim əməllərimizin çox hissəsində bizim gözləntilərimiz var. Məsələn, birinə qarşı anlayış göstərmişik. 3 dəfə, 5 dəfə, 10 dəfə gəlir hardasa partlayır, o 10 dəfə göstərdiyimiz anlayışların hamısını vururuq ona üzünə. Ki, mən sənin qarşı belə olmuşam ki, filan vaxtı filan şey elədin, başa düşdüm. Filan vaxtı bu şey elədin, bunda başa düşdüm. Hamısını sayırıq, Və sonra Allaha çatmaq üçün eləmişdinsə, buna niyə deyirsən? Özün niyə narahatsan? Niyə nəsə gözləyirsən? Fədakarlıq eləmişsən, lap yaxşı. Amma bir yerdə ki, gəlib o dağılırıq, içimizdəkinin hamısını tökürük, bunlar göstərir ki, bunlar heç əvvəl olanlar da Allaha çatmaq üçün deyilmiş. Orada bir gözlənti, axı bir əməldəki gözlənti var. Demək, sən onu Allaha çatmaq üçün eləməmsən. O insandan nəsə gözlədiyinə görə eləmişsən.